Choose the correct variant. Düzgün variantı seçin. Düzgün yiyəlik hal qaydasına əsasən variantı təyin etmiş olacağıq. Birinci cümləmizdə after 3 days drive Mary's got tired. 3 yəni 3 rəqəmindən sonra gələn isimimiz cəmdə olmalıdır. Yəni days daha sonra apostrof əlavə olunmalı idi. Ancaq qrammatik cəhətdən uzlaşma düzgün verilməyib. Rəqəmdən sonra ismi təkdə yazdığı üçün yanlış götürülür. İkincidə Jessica spent several months salary on traveling qeyd olunub. Several miqdar göstəricisi olaraq özündən sonra sayılan cəm ismi istifadə edilir və months sözü təkdə yazıldığına görə yenə də variantımız qrammatik cəhətdən yanlış hesab olunur. Üçüncüdə don't let Nick's dogs run away. Nick'in itlərindən söhbət gedir və adam adlarına xüsusi isim olduğu üçün apostrof s əlavə etməklə yiyəlik hal düzəldilmiş olduğu üçün üçüncü doğru hesab olunur. Dördüncüdə I am going to Jessica and Chris wedding. Təbii ki, ortaq şəkildə toy mərasimi nəzərdə tutulduğu üçün sonuncuya sadəcə apostrof s əlavə etməyimiz kifayətdir ki, mən Jessica və Chris'in toy mərasiminə gedirəm. Düzgün cavabımız 3, 4, C variantı götürülmüş olur.